Kanal S-in aparıcısı Nigar Fərhad açıqlaması ilə gündəm olub. Xəbər studiyanın məlumatına görə, onun efirdə səsləndirdiyi mən oğluma atası olmayan qızı ala bilmərəm fikri birmənalı qarşılanmayıb. Nigar Fərhadın fikri sosial şəbəkələrdə sərt tənqid edilib. Məsələ ilə bağlı audiovizual şura açıqlama yayıb. Kanal S televiziyasında yayımlanan Sözün bitdiyi an proqramında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq. Məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir. Qeyd edək ki, aparıcı etirazla qarşılanan çıxışından sonra sosial şəbəkə hesabında video paylaşaraq bunları deyib. Birincisi, mənim oğlum yoxdur, amma inşallah nəsib olar. İkincisi də ki, təki mənim oğlum olsa, elə mənim oğluma sırf şəhid qızı nəsib olar. Sırf namusu ilə, qeyrəti ilə atası olmayan, bəlkə də rəhmətə gedən bir kişinin qızı nəsib olar.